İnsan rahat yaşasa bu onun həm özünün xeyrinədir, həm yaşadığı cəmiyyətin xeyrinədir. Qınanılan bəzi rahat tələblik qınanılır da bizdəki rahat tələblik pis bir şeydir, onu hədislər qınıyır, ayələr qınıyır. O tamam başqa bir şeydir, rahat tələblik. Dillərə ki, rahat tələb olma. Yəni, öz rahatlığın üçün başqalarını narahat eləmə. Yaxud da səthi rahatlıqla qane olma. O cür rahat tələblik pislənib. Yoxsa din deyir, rahat yaşa, aram yaşa. Özünün də, başqalarının da rahatlığı üçün çalış. Məsələn, ailənin rahatlığı kişinin, ailə başçısının üzərində bir haqdır. Ruzi qazanmaq buna görə həm də təkid olunur ki, ruzi səbəb olur ki, ailə aram olsun, ailənin güzaranını təmin eləmək. Hədislərdə var ki, ailənizin rifahı üçün çalışın. Əlbəttə, ifrat mənada yox ki, dəbdəbəli yaşayış yox, rifah içində yaşayın. Ailənizi yersiz nədənsə məhrum eləməyin. Ailənizin rifahını təmin edin. Rifahın mənasını səhv başa düşürlər. Rifah səhv yaşamaq deyil. Düz yaşamaq lazımdır. Elə bir-birinin avtomobili var, deyir ki, mən rahatlıq üçün ayaqla piyada gəzməyəcəm. Bu, əslində, rahat həyat deyil. Bu, xəstəliklərin yaranmasına səbəb olur, digər problemlərin yaranmasına səbəb olur. Övladlarla bağlı deyirlər ki, övladlarınıza rahat həyat şəraiti təmin edin. Amma o mənada yox ki, tənbəlliklərinə rəvaz verəsən, yağbal içində böyüdəsən, o mənada ki, göbelə daha rahat yaşayacaq. İnsan rahat yaşamaq üçün hərəkət etməlidir, çalışmalıdır. Din də gəlib ki, insanın həyatına aramlıq versin, rahat yaşayışını təmin eləsin. İstəyirəm bugün başlayaq bu bəhsi və yolları haqqında danışaq. Rahat yaşayışın yolları, necə eləyək ki, rahat yaşayaq? Bu barədə silsilə danışacaq. Bugündən də ümid edirəm ki, bizim hamımız üçün bu bəhs faydalı olacaq, lazımlıdır. Bugün həyatımızda çatışmayan bir məsələdir. Cəmiyyətin həyatında ciddi ehtiyac var bu mövzuya. Ona görə də mənə diqqət edin, səbirlə dinləyin. Mən də inşallah mövzunu bacardığım qədər mənə ayrılan vaxtda açmağa, izah etməyə çalışacağım. Həyatın bəzi qaydaları var. Din də o qaydaları təsdiq edir. Bu qaydalar nədən ibarətdir? Bəzi nəticələrə çatmaq üçün dolay yolla getmək qaydası var həyatda. Çoxları buna diqqət etmir. Bəzi nəticələrə çatmaq üçün insan çox vaxt zahirən o nəticəyə zid yollarla getməlidir. Zahirən nəticəyə bilavasitə, birbaşa yolla yox, zid görünən yolla getmək lazım olur. Bu dini qayda deyil, bu həyat qaydasıdır, həyatın qaydasıdır. Sadəcə dindar kəşf edə bilir bu qaydanı. Bəzi nəticələrə çatmaq üçün əksini etməliyik. Məsələn, böyük olmaq istəyirsən, kiçiklik eləməlisən, əksini getməlisən. Böyük olmaq arzusundasan, kiçiklik eləməlisən, təvazökarlıq insanı ucaldır, böyülənmək ucaltmır. Cəmaatın yanında əziz olmaq istəyirsən, hörmətli olmaq istəyirsən, bunun üçün nəsə eləmə ki, cəmaatın yanında əziz olasan. Məqsəd qoysan, cəmaatın ürəyinə ələ alım, zəlil olacaqsan. Bu məqsəd üçün yaşasan. İstəyirsənsə, cəmaat sənə hörmət eləsin, etina eləmə, tərifə, hörmətə, hörmətli olacaqsan. Bu, əks yolla getməkdir. Cəmaatın hörmətini düşünməzsənsə, hörmətli olursan. Qəribə bir təzad var. İmanla küfrün fərqi budur. Bilirsiniz, bəzi adam elə bilir ki, kafir, yəni Allah yoxdur deyəndir. Xeyr.
Quranda kafir sözünü fərqli mənalarda işlədir. Deyir ki, Quranda Yasin surəsində buyurur ki, onlara deyəndə ki, yoxsul insanlara əl tutun, qaləllədinə kəfəru, kafirlər belə deyər, ən-nut'imu məlləv yeşəullahu ət'aməh, Allahın ruzu vermək istədiyinə, yəni ruzu verə biləcəyinə biz mi ruzu verək? Deyir ki, yəni Allah istəsə verər, mən niyə verməliyəm? Ruzu Allahın əlindədir, versin ona. Bu səhv düşüncədir. Amma qəribədir ki, deyir, kafirlər belə deyər, bu yandan da kafir dilində Allah sözünü işlədir. Deməli, kafirliyi təkcə Allahı inkar eləmək deyil, kafirin dilindən nəql eləyir. Ən-nut'imu məlləv yeşəullahu ət'aməh. Allah istədiyinə verər ruzunu. Allah istədiyinə ruzu verməz, Allah sözünü dilinə gətirir, amma Quran deyir, bu kafirdir. Deməli, bəzən həyatın qaydasını düz başa düşməyən, səhv yaşayan adamlar kafir sayılır Quran məntiqinə. Kafirlik düzgün həyat fəlsəfəsinə sahib olmamaqdır, düzgün yaşamamaqdır. Kafirliyin mənası budur. Bəzi məqsədlərə çatmaq üçün unutmamalıyıq ki, əksini eləməliyik. Əleyhissalam az yemək yeyir, bilirsiniz. Gəlib ona deyirlər ki, sən ki, bu qədər döyüşlərdə şücaət göstərirsən, sənə bu qədər güc lazımdır filan, sən az yirsən, zəifləyərsən. Əleyhissalam deyir ki, əksinə az yemək adamı gücləndirir. Sonra misal çəkir ki, həmişə su verilən ağaclar zəif olur. Amma dağda bitən ağaclar, təbiətin ümidinə qalan, onlar daha möhkəm olur. Görürsən ki, istəyir güclü olsun, birbaşa yoluna yox, əksini eləyir. Az yeməklə güclənir. Bunadan başa düşsə, bədəni sağlam olar, canı rahat olar. Amma düzgün qidalansa. Rifah içində olan ailələrin uşaqları bəzən çox vaxt problemli olur. Nəyə görə? Ona görə ki, rahatlığa birbaşa çatmaq istəyir. İstəyir hər şey əlinin altında olsun, bu uşağın inkişafına mane olur. Mən sual verirəm, necə daha rahat yaşayaq? Cavab, rahatlığımıza zidd olan əməllər eləyək, rahat yaşayaq. Bu cümlə zahirən ziddiyyətlidir, amma yoldur, əsas yoldur. Necə daha rahat, bunu bir daha deyirəm, necə daha rahat yaşayaq? Rahatlığımıza zidd olan işləri görək ki, rahat yaşayaq. İdman elə, canlı əziyyət verirsən, amma rahat yaşayırsan, sağlam yaşayırsan. İdman əziyyətdə rahatlığı pozmaqdır. İdman eləyəndə sən rahatlığı pozmusan. Məsələn, varlı olmaq istəyirsən, varlı olmaq üçün zahirən birinci birbaşa yol, ağla gələn yol nədir? İşləyib pulu toplamaq. Toplayım ki, varlı olum. Amma qayda əksidir. Deyir ki, xərclə ki, varlı olasan. Xərclə, sədəqə ver, xums ver, zəkat ver, ver bunları. Ver. Dini məsələ deyil ha bu. Din demir, bunu həyatın qaydasıdır. Din də təsdiq edir. Həyatı belə tərtib edirlər ki, varlı olmaq istəyən xərcləməlidir. Xərclədikcə artır. Ağacı budadıqca böyüdüyü kimi, sərvəti xərclədikcə artır. Amma ağla gələn birinci nədir? Yığım ki, pulu xərcləyərsən azalar da, sadə məntiqlə. Amma biraz dərinə gedəndə əksi olur. Hansısa mənafiyə çatmaq üçün bu hər yerdə deyil. Bir çox yerdə belədir ki, onun əksinə əməl elə. Quran buyurur ki, və yarzuqhum min haythu la yahtasib. Deyir, onlara hesablamadığı yerdən ruzu verər Allah. Necə yəni, nə deməkdir bu? Yəni, həmişə hesablamaları birbaşadır. 2 vur 2, 4. Dərhal birbaşa hesablayır, amma Allah başqa qaydalar qoyub. Tamam, başqa yerdən. Dünya başqa cür tərtib olunub. Dünya başqa cür düzənlənib. Və mən yəttəqillah, kim təqvaya riayət etsə, Allahla münasibətini düzəltsə, yəcəlləhu məxrəca, sıxıntılardan çıxış yolu qərar verər onun üçün. O sıxıntılardan çıxar və yarzuqhu min haythu la yahtasib və hesablamadığı yerdən ruzu verər. Deyir ki, problemin içindəsən, sənə təqva yolunu
təklif eləyir. Deyir, get Allahla münasibəti düzəld, problemdən çıxasan. Zahirən nə əlaqəsi var? Təqvanın, problemlərin, düyünlərin açılmağı ilə zahir əlaqəsi nədir? Adamlar bilmir. Allah başqa yollar təqdim edir. Bu qaydaları mənimsəmək lazımdır. Ən sadə misal dediyim idmandır. İdmandır. Məsələn, primitiv məntiqlə necədir? Rahatlıq istəyirəm, oturum, yayılım bütün günü, oturum, rahatam da, canım rahatdır. Ha? Zahiri məntiq budur. Amma həyat qaydası belə deyil. Həyat qaydası deyirsən ki, canın rahat olsun, dur canı əziyyət ver. Canı əziyyət ver, qaz, gəz, dolan, hərəkət elə, piyada gəz, ki mən özüm heç bir əməl eləmirəm deyə dilim qısadır, amma belə olmalıdır ki, canın sonra rahat olsun. Sonra rahat yaşayasan, rahatlığa bu yolla çat. Zahiri hesablamalar bir cür olur, ağıllı adamlar başqa cür görürlər məsələləri. Ağıllı adamlar, qaydaları bilirlər. Ona görə görsən, ariflər var, ürəfa, üləma, xüsusi insanlar var. Görsən ki, onlar o qaydalarla yaşayır, o qaydaları tanıyır və müvəffəq olurlar və aramdılar, rahatdılar. Bu bunu vurnuxur, alındıra bilmir. Çünki onlar o qaydaları tanıyıblar. Bədənin güclü olsun, o saat deyir, çox iyi canın gücə gəlsin. Biz də uşaqlarımıza belə nəsiyyət edir. İyi canın nəmnəyə gəlsin. Amma din yox, həyat bunu deyir və din də bunu təsdiq edir ki, az ye, qədərində ye, az. Düzgün, faydalı şeylər ye, az ye, bədənin gücə gəlsin. Varlı olmaq istəyirsən, xərclə. Və belə. Əziz olmaq istəyirsən, cəmaatın içində hörmətli və əziz olmaq istəyirsən, gizli yaxşılıq elə. Əziz olmaq istəyən neyinir? Ona deyir, mən sən filan şeylədim ki, bunun yanında əziz olsun, buna deyir. Ağla gələn yol budur da birinci. Eləyim, cəmaat görsün, mənə hörmət eləsin. Amma qayda belə deyil. Kim ki onu eləyir, deyir, hörmət elə olmur adam. Bunu aparıb müqəddəsat, mənəviyyat kateqoriyasına aparmayaq. Əvvəl praktiki qayda kimi mənimsəyək. Bu həyat qaydasıdır. Bizim ən böyük dərdimiz budur ki, həmişə mən bunu yorulmadan deyirəm ki, biz dini qaydaları ancaq həyatla əlaqəsi olmayan müqəddəs nəsə bir həyata uzlaşmayan müqəddəs qaydalar kimi yaxşılığı gizlət, güya bu məsələn irfani bir şeydir. Yox, yaxşılığı gizlədərsən, hörmətli olarsan. Qayda belədir. Nəticəsini görərsən. Dünyadakı nizam, indi qurulan nizam, amma əksini təlqin eləyir cəmaata. Tələskən bir nizam qurulub, mənfəət məqsədə çevrilib və əslində ziyanı mənfəət adlandırır müasir dünya. Ziyan mənfəət adlanır. Deyir, ləzzət istəyirsənsə, ged ləzzətə tərəf, müasir dünya bunu təlqin eləyir. Din deyir ki, ləzzət istəyirsənsə, ləzzəti məhdudlaşdır ki, ləzzət çox alasan. Qəribə bir şeydir. Ləzzət istəyirsənsə, ləzzətə yox de, ləzzətin çox olacaq. Ciddi ilə ged. Məsələn, cinsi ləzzət həyatda, üzr istəyirəm də bu həyatın zərurətlərindən biridir. Cinsi ləzzət ona tətbiq olunan məhdudiyyətlə artır. Çox o özünü buraxan, üzr istəyirəm insanlar, əyyaş adamlar, cinsi ləzzəti azalır onların həyatda. Qarşısını açmaqla, çox etməklə ləzzət çoxalmır. Hicab bu baxımdan müqəddəsat olmaqdan əlavə praktiki bir qaydadır. Hicab cinsi ehtirasa qoyulan məhdudiyyətdir və nəticədə insanın cinsi münasibətdən aldığı ləzzətin keyfiyyəti artır. Üzr istəyirəm, mən belə açıq danışıram, çünki bu bəhsdə mövzudur, elmi mövzudur. Burada başqa bir məqsəd yoxdur ki, təbii ki. Biz deyirik, hicab bir dəyərdir, filandır, onda bir söz nə olur? Cəmaat deyir ki, dəyərləri saxlayın özünüzə, biz praktiki həyat yaşayıb, keyf eləmək istəyirik, xoşbəxt olmaq istəyirik, siz deyirsiniz, hicab dəyərdir, filan. Nə qədər ki, biz dinimizin hökmlərini ancaq dəyər müstəvisində, dəyər kontekstində təqdim elədik, yanlışlıq olacaq. Başa düşməyəcəklər. Mən bu stakanı buradan götürüb yerə atsam, bu stakan sınacaq. Kiminsə ayağına batacaq. Mən bunu bura atmıramsa demirlərsə, gör nə müqəddəs, nurani adamdır, stakanı vurub sındırmır. Əslində bütün dini qaydalar belədir. Bütün dini qaydalar belədir.
Hicab budur ki, cəmiyyətdə açıq-saçıqlıq insana və cəmiyyətə zərbə vurur. Praktiki bir qayda. Təyyarədə demirlər, kəmərləri bağlayın. Bu qədər praktikidir dinin bütün qaydaları. Hamısı qaydaları belədir. Bunlar din yox, həyat qaydalarıdır. Din gəlir, həyat qaydalarını izah edir, şərh eləyir. Çoxlar din ona görə başa düşmür, bilirsiniz? Sətib düşüncəli adamlar, adamların çoxunun, üzr istəyirəm bu sözümə görə, ağlı çatmır dini başa düşsün, vallah. Ağlı çatmır. Deyib, bu nə sözlərdir, zid söz danışır. Mən deyirəm, acından ölürəm, bu da get sədəqə ver. Başlayır gülməyə. Peyğəmbərlər niyə ələ salıblar? Ağılları çatmayıb sözlərini başa düşsün. Başlayıblar gülməyə, ələ salmağa. Bütün peyğəmbərləri Quran buyurur ki, məsxərə eləyiblər, istehza eləyiblər, ələ salıblar. Bütün peyğəmbərləri. Mə yətihim min rəsulin illə kənu bihi yəstəhziun. Quran deyir. Elə bir peyğəmbər göndərmədi ki, onu məsxərə eləməsinlər. Niyə görə? Ona görə ki, adam deyir ki, sıxıntı içindəyəm, pis gündəyəm, çörək tapmıram yeməyə. Peyğəmbər deyir, get sədəqə ver, başlayırlar gülməyə. Nəuzubillah, deyirlər, bunların ağlı yoxdur. Mən deyirəm, pulum yoxdur, deyir, get sədəqə ver. Daha bilmir ki, sənin ağlın çatmır o qaydanı kəşf eləməyə. Həyat qaydasından xəbərin yoxdur. Sənin ağlın çatmır. Adam da bilmədiyi, ağlı çatmadığı şeyi gülür. Elə bilir ki, özü çox ağıllıdır, bu burlar primitiv. Sən demə, özü primitiv düşüncəlidir, daha ağıllı məsələni qəbul eləyə bilmir. Allah ki, deyir, və yərzuqhu min haytu la yahtasib. İzin verin mənə bir qədər fürsət verin və diqqətinizlə yardım edin ki, mən bunu sizə izah edeyim fərqli kontekstdə. Allah deyir ki, hesablamadıqları yerdən ruzu verərəm. Deyir ki, təqvalı olsaz, bir adam təqvalı olsa, təqva yadınızda neçə cümədə danışdıqda, təqva yəni bir adamın Allahla münasibəti düz olsa, biz ona güman eləmədiyi yerdən ruzu verərik. Hesablamadığı yerdən. Bunun mənası bu deyil ki, Allah hesab kitabsız iş görür. Hesablamadığın yerdən ruzu verərəm, mənası bu deyil ki, Allah hikmətsiz iş görür, qaydasız iş görür. Allah elə belə deyir ki, məsələn, gedin filan yerə, işini dalayacaq. Sonra deyir ki, yox, mən buradan düzəltmirəm, səni gör, necə xarab edirəm. Sən bura getdin, mən bu yanından verdim və yanır gülür bəndəsinə. Nəuzubillah. Allah belə Allah deyil. Ki, bir yerə gedəsən, özü planını, sənin planını pozsun, dağıtsın və desin, gördün mən başqa yerinin nə marağı var? Niyə görə belə eləyir? Kefi belə istəyir, eləyir, yox. O ki deyir, bax, budur sözüm. Hesab kitab etmədiyin yerdən sənə ruzu verərəm. Yəni, sənin hesab kitabın səhvdir. Bunu demək istəyir. Sən hesab kitab eləmirsən, səhv hesab kitab eləmirsən. Sən güman eləmədiyin yerdədir düzgün yol. Tam başqa yolla getməlisən. Yəni, sən maddi hesablamaların səhvdir. Sənin hesab kitabın düz deyil. Yoxsa hər hesab kitab səhv deyil. Bəzi adam düz hesab kitab eləyər, Allah elə hesabladığı yerdən verir. Elə budur, bunu kəşf eləmək lazımdır ki, əksər hallarda hesabladığın yerdən versin. Məsələn, biri ruzu üçün sədəqə verir, Allah desin, sən ki belə hesablamışdın, mən Allahım gərək hesabı pozam, mən burada pozuram. Yox. Deyir ki, bu hesabı düz eləsən, bəli, hesabladığın yerdən də qazanarsan. Adamlar var, ona görə demək olar həyatda yanılmır. Hesabları o qədər dəqiqdir, o qədər ağıllıdırlar. Sən ki, oğurlayıb varlı olmaq istəyirsən, hesab kitabın zəifdir, yanlışdır, səhvdir. Sən oğurlayıb sərvətə sahib olacaqsan, 7 qatı canından və nəslinin canından çıxacaq. Sən fəqirliyə düçar olacaqsan. Ruzu sənin hesablamadığın yerdə, oğurluqda deyil. Oğurluq da birbaşa kimisə cibinə girmək deyil. Oğurluğun maşallah olmasına o qədər çeşidləri var ki. İndi. Nə ki, səhv hesabladın, Allah deyir, sənin hesabladığın yerdən yox, düz hesab olan yerdən verəcəm və buna deyir, hesablamadığın yerdən. Buna deyir. Allah deyir, bir çox şeyə birbaşa getmə. Əksinə get, oradadır yolu. Əksindədir. Bir çox nəticələrin əksinə gedəndə nəticə oradadır.
birbaşa gedəndə nəticə səndən qaçır. Nəticə səndən qaçır. İmam Hüseyin əleyhissalamın ziyarətinə deyir, 1 manat pul xərcləyərsən, bir zəvvara pul verərsən ki, get İmam Hüseyini ziyarət elə. Qabaq çox idi belə adamlar, indi bilmirəm. Özü də gedirdi, yanına nə qədər adam aparırdı. Ya özü gedənmirdi, deyirdi, mən falan qədər adam göndərirəm. Deyir ki, 10.000 bərabər sənə ruzu gələcək. O bəzən belə olur belə. Ziyarətdən gəlirsən, birdən-birə verir sənə. Adamlar var, deyir, bax, getdim, bu qədər xərclədim, qaydan kim oldu? Bəzən də elə olmur. Hesabı oturulur, mənəvi hesabı var. Neçə il ərzində 10.000 bərabərini verir sənə, sən bilmirsən amma. Sən düşün, mən filan yerdə filan işi qurdum, qazandım, qaydanı bilmirsən. O həmin o ziyarətə adam göndərmişdini ondan hesabıva köçürdüblər. Qaydaydı o, qaydadır. Neçə ilə verəcək ola bilsin? Və yaxud da göndərdinsə, vermədisə, yenə deyirəm, ola bilər təqdir idi, sən bir şey elədin ki, onu xarab elədin, gəlib çıxmadı. Yoxsa o hesabındaydı. Neylənsə xarab elədin, başqa iş gördün. Və yaxud da hələ saxlayıb, dondurub ki, sən başqa bir şeylərlə imtihan olunasan, uzaq çıxasan, sonra o hazırdır. Onu birdən versin. Allahdır da işləri belədir və bu işlər həyat qaydaları ilə tənzimlənir. Adamların çoxu başqa cür elirdi, xərcləməyin varlı olum. Allah deyir ki, bu həyatı mən yaratmamışam. Xərcləyirsən, bunu iqtisadiyyat da yavaş-yavaş izah eləməyə başlayıb. Mən bir iqtisadçı dostlarımız var, arada danışırıq, deyir, bəli, xərcləməklə artırsan. Bu praktikləşir. Yavaş-yavaş gün o gün olsun ki, dinin bütün qaydaları elmi nöqteyi nəzərdən belə təsdiq olunsun ki, mən burada onda bu qədər danışmaram inşallah. Bir gün gələr ki, mən deyərəm ki, xərcləməklə pulunu artır, hamı deyər, düzdür da, düzdür, keçək bu sözdən də, aydın təsdiq olunub bu. Kaş belə o, bir gün elə olacaq, axirət zaman haqda oxuyursan, deyir ki, ağıl dini təsdiqləyəcək, praktika dini təsdiqləyəcək. Asan olacaq danışmaq. İmam zaman üçün iş bir mənada asan olacaq, işarədən cəmaat tutacaq ki, aydındır da, izaha ehtiyac yox. İndi ruhani dəridən, qabıqdan çıxır, çünki düzən başqa yerə gedib, cəmaatın beyni başqa cürdür, sən kərpiz təzdən qurursan, and içirsən, vallah belədir, billah belədir, yenə baxırlar üzvə, yenə də gedir, pulunu yığır, deyirsən, filan şey nəsə lazımdır, vermir, yox. Burada qulaq asır, başını yerləyir, ya belə təəccüblə baxır, ya inanmır, sonra da nəticə də belə olur. Öz həyatımdan da görmüşəm mən bunu ki, nə zaman xərcləyirsən, Allah verir. Düz indi mən belə bir sərvət sahibi deyiləm, onda adıma söz çıxardarlar ki, xərcləyirsən. Amma adamın hər bir halda bir qaydadır, onu xərcləyirsən, görürsən ki, dərhal gəlir, təcrübədən keçirdə bilərsən. Yığ, saxla, görürsən ki, də artmır. Belə bilir ki, ruzu Allahın əlində deyil, inanmır, xəzinə onun əlindədir. Məsələn, belə də Allah deyək ki, bunu verdim sənə, apar fəqirlərə ver, aparıb verəsin desən, pul qutardı. Vay, neynədin sən? Elə Allah ola bilər. Allah ki, bunu sənə verib deyir, bunu apar ver onlara. Deməli, mənim əlimdədir, mən yenə verəcəm də sənə. Bunlar həm ilahi qaydadır, həm də and olsun Allaha təbii qaydalardır. Təbii, praktiki, həyat qaydaları. Məsələn, deyir ki, وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Deyir ki, kim, bax buna qulaq asın, kim Allahla münasibətini düzəltsə, o giriftarlıqlardan, düyünlərdən çıxış yolu verər ona. Yəni, olur, neynim, Bakılıların bir duası var, mən başqa yerlərdə var, deyir, Allah səni neynim deməyə qoymasın, yaxşı duadır bu. Otursan, neynim, çarə tapan bilsən. Quran deyir ki, neynim deyəndə ki, neynim, yol tapan bilsən, onda deyir, وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim təqvalı olsa, Allahla münasibəti yaxşı olsa, o, həmin o neynim vaxtında Allah birdən çıxış yol açar, özü də təəccüblənər. Deməli, sən düşmüsən bir problemə. Özünü öldürürsən, düzəlmir. Din deyir, başqa yolla get. Allah belə deyir, başqa yolla get. Dur, məsələn, namaz qıl. Quran deyir, namazdan kömək al. Yenə deyirəm, mənə düz başa düşünə, sabah deməsinlər, o qədər kəsirlər çıxışlarımızı. Qorxuruq danışmağa. Mənası bu deyil ki, filan kəs dedi ki, problem olanda həll eləmə, otur namaz qıl. Mən bunu demirəm. Açıq deyirəm ki, belə demirəm mən. Problemin olanda, düyünün var, həll eləyirsən, o qədər olur, vurunu xursan, düzəlmir. Düzəlmir. Deyir, dur, namaz qıl. Namaz qıl.
Peyğəmbər döyüşdə görəndə ki, iş çətinləşib, döyüşün içində dayanardı, namaz qılardı. Hə, mənası budur ki, yəni, namaz qılım, dua eləyim, ay Allah, düyünlərməz, yox. Namazda dua eləmirsən ki, bir dənə qunutunda dua var da, namaz qıl sadəcə. Allahu Ekber, problemlərin içində. Problemlərin içində dur namaz qıl. Bismillahirrahmanirrahim. Bizim namazda həmin tanıdığımız namaz. Elhamdülillah Rabbil Alemin. Ər-Rahmanir-Rahim. Sən rəhimlisən, sən rəhmansan, həmd olsun sənə. Maliki yevmiddin. Problem içində boğulur. Deyir ki, sən din gününün sahibisən ilahi. Qiyamət günü əlimdən tut. Qiyamət günü əlimdən tut. İyyəkə nəbudu. Mən sənə ibadət edirəm. Allah deyir ki, mələklər, baxın, gör nə böyük adamdır. Problem məngənəsində sıxılır. Mənim qiyamətimdən danışır. Deyir ki, qiyamət günü əlimdən tut, filan. Heç elə bir problemlər bunluq deyildi. Dedim, əksini get. Əslində, təbii qayda nədir? Cəmaat nə deyir ki, problemin varsa narahat olmalısan da, qanı qara oturmalısan. Ay Allah, neyiniyim? Bu əksin deyir. Deyir, rahat ol, problemi həll edeyim. Rahat ol, problemi həll edeyim. Bu problemlərin içində boğulur. Ahirətdən, qiyamətdən danışır mənə. Allah da deyir ki, mələklər bunun problemini həll edin. Ne üçün? Çünki mən problemi vermişdim ki, mənə diqqət eləsin. Bu namazla diqqət elədi da problemə nə ehtiyac? Əsas problem bunun üçündür ki, bəla məni yadına salsın. Bu namazla məni yad elədirsə də problemi götürün də yolundan. Həll edin, çıxsın, geçsin. Həll edir problemi. Zahirən oturub problemli adam, hamı deyər nədir? Otur dərd çəkir. Nə arsız adamsan? Bəzi adam var arsızlığı heç. Mən arsızlıqdan danışmıram. Aramlıq, söykənmək, böyümək, problem vaxtı, təbii qayda budur ki, problem adamı narahat eləyir. Sən təbii qaydanın əksinə get, problem səni narahat eləməsin, onda problemin həlli olur. Əksinə get, ziddinə get. Hərdən bizə deyirlər, deyir ki, olub bunu alimlərin namısı deyib, Peyğəmbər də deyib. Gəlməsən mənə deyir ki, vəziyyətim ağırdır, deyirsən, get sədəqə ver. Gülür ya, əsəbləşir mənim əlimə, hiss edirəm gözündən ki, bu dəli olub, nə danışır bu? Əsəbləşir. Məsələn, deyir ki, problemin var, deyirsən ki, get. Namazda Allahdan başqa heç nəyə diqqət eləmə. Bir neçə namazda, həmişə yox. Öz-özünə deyir ki, nə əlaqəsi? Mən deyirəm, problemim var, bu yenə namazı gətirir. Elə bilir ki, sən yenə də mollalığın tutub, ruhaniliyin tutub, yaxşımısa elə bəhanədən, yox, qaydadır bu. Bu qaydadır. Birbaşa deyil də, bilirsiniz, sən namazda, bir daha deyirəm, o problemə diqqət eləməyəndə böyüyürsən. Əvvəla problema sanlaşırsan üçün. İkincisi, Allah deyir ki, mən problemi buna niyə vermişdim? Mənə diqqət eləsin. Mənə diqqət eləsin. Bu isə problemi böyütdü, problemə diqqət elədi, mən yaddan çıxdım. Bu ki, gəldi namazda mənə diqqət elədi və salam. Məqsədə çatdıq və salam, problemi götürün. Və belə dolayı yoldu, fərqli yoldu. Bir nəfər gəlir, İmam Cavad əleyhissalama deyir ki, ağa, bax, mən dəhşət vəziyyətdəyəm. Biçarəyəm, bədbəxt olmuşam, da yaşaya bilmirəm, necədir? Hər tərəfdən təzyiq var mənə. Paxıllar paxıllığımı çəkir, danışır. Cəmaat mənim üçün sözlər deyir. Din düşmənləri, dinimə görə mənlə mübarizə aparır. Möminlər mənə əziyyət verir. Olur belə. Mənim özümün başıma çox gəlib. Hər tərəfdən nəsə deyirlər. O deyir, filankəsin adamıdır. Bu deyir, filankəsin adamıdır. Bu ki deyir, o filankəsin adamıdır. O filankəs də deyir ki, o mənim adamım deyil. Filankəsin adamıdır. Başa düşürsünüz, dindar bir cür sökür, mən dinsiz bir cür, düşmən bir cür, hər tərəfdən. Baxırsınız, görürsən ki, hər tayfa sənə qarşı dayanıb, hər cür tayfa. Bu da mənim günümdəymiş, biçara. Gedib İmam Cavad əleyhissalamın yanına, deyib ki, bəs belədir vəziyyət ki, hər tərəfdən belədir, imam nədirsə yaxşıdır. İmam deyir ki, fərar elə İmam Hüseynə tərəf, qaç Kərbəlaya. Nə əlaqəsi? Kərbəlanın bununla nə əlaqəsi? Biz deyərik ki, gedim ağızların yumum, çağırım söhbətə. Filan kəs, gəl səni qane eləyəcəm, danış. Bunlar razılaşdı. Keçək o biri dəstəyə, danış, onu da razılaşdı. Keçək o birisi dəstəyə. Belə olmur. Hər şey danışmaqla düzəlsəydi, onda Peyğəmbərin bir dənə düşməni olmamalıydı.
Danışıb qane eləməkdə bizdən hamıdan güclü Peyğəmbərdir, elə deyil. Danışmaqla düzəlmir ki. Nə deyir? Deyir ki, başını burax, başını burax. Onlar nə deyirsin? Sən ged İmam Hüseynə tərəf. Yəni, get Kərbəlaya, otur, çətinlikləri həll eləmə demir. Deyir ki, içində başını burax. Əməlli ola bilsin nəsə eləsin. Başını burax, yəni içindən çıxart. Ged otur, problemlərin içində olan halda. Ged otur hərəmdə dinlən ki, ya Abdullah, sən nə qədər çətin oldu sənin üçün. Xanım Zeynəbin müsibətlərin yadıva sal. Deyirən ki, sən nə qədər əziyyət çəkdin, siz yollarda nələr oldu. Allah baxır mələklərə deyir, görürsünüz nə qədər dərdi sər var. Unudub, gəlib, böyük adamın dərdini özünə dərd eləyib. Onda dərdlərini çıxardın ürəyindən. Da buna dərd vermirik. Bu dərdlər həll olundu. Çünki özü böyüklüyünü sübut elədi. Görür ki, bu böyüdür. Problemlərin çoxu əksini eləməklə həll olunur. Problemi şişirtməzsən həll olunar. Problem dərd gətirən şeydir də təbiətən. Sən problemdən aram ol, dərd çəkmə, problemin həll olunsun.